Nizami rayonu Babək prospektində yerləşən yataqxanalardan birindəyik. Bu yataqxanada demək olar ki, vəziyyət heç də ürək açan deyil. Gördüyünüz kimi yataqxananın hələ çöl hissəsində yaranan çatlar zirzəmi ilə binanın üst hissəsini demək olar ki, ayırıbdır. Sakinlər bildirirlər ki, dəfələrlə aidiyyatı qurumlara müraciət ediblər, lakin onların səslərinə hələ ki səs verən yoxdur. Bir nüansı da qeyd edim ki, bu yataqxanada olan mənzillərin çıxarışları da var. Qurbağa, ilan, zat, ağcaqanətin mənbəyidir ora. İndi darışırlar bizim canımıza, yeyirlər. Bax, bu vəziyyətdəyik. Uşaqlarımız da hamısı elə xəstə, dərmanlar da var, istəsəz onu da eləyərsiniz. Nəmişlik, divarımızdan nəmişlik tökülür. İndi yalandan bəzək vurmuşam güya. O yuxarıdakı kifi də çəkdiniz, o yuxarıdakı kifi də. Baba, sürtürəm, təmizdirəm yenə də. Yəni canımız xəstə düşür. Uşaqlarımız var, indidən revmatizma tutub, bronxları pis gündədir. Yəni mənim uşağım elə həftə 8-9 müalicədədir. Hazırda biz bu yataqxananın mətbəxindəyik. Bura əgər mətbəx demək olarsa, sakinlər məcburiyyətdən elə buradan mətbəx kimi istifadə edirlər. Onu da qeyd edim ki, binanın taban hissəsini operatorumuzdan xahiş eləyəcəm göstərsin. Demək olar ki, sökülüb tökülür. Yəni burada hərəkət eləmək demək olar mümkün deyil. Binamızın kanalizasiyası yox, suyu yox. Binamızın altı dolu nəmişlidir, sudur, qoxudur, iyidir. Hansını binamız uçulur gedir. Bir təkana bağlıdır bu bina. Binada kanalizasiya sisteminin bərbad vəziyyətdə olması gördüyünüz mənzərənin yaranmasına gətirib çıxardıb. Divarlar nəmişlik, tabandan su damır, nəfəs almaq isə qeyri-mümkündür bu binada. Nəmişlik səbəbindən demək olar ki, binanın divarları bərbad vəziyyətdədir. Hazırda gördüyünüz kimi bir toxunuş bəs edir ki, divarlar ovulub tökülsün. Hər evdə 5 ailə, 5 uşaq ailə yaşaydı, 6-7 nəfər. Heç nə baxan yoxdur. Hara şikayət edirsən, heç kim heç nə demir. Neynəməli, kimə gedək deyək. Ümid edirik ki, yaranan vəziyyətə görə fəryad edən sakinlərin səslərinə aidiyyatı qurumlar tez bir zamanda səs verəcəklər. Fərid Yusifov, Feruz Rasimoğlu, Günəs 13.